Zəruri varlıqla əməlli başlı razborkaya çıxmışıq. Yenidən Çevik'in zəruri varlıq haqqındakı sayıqlamalarına cavab verəcəyik. Xoş gördük əziz dostlar. Yenidən bir Çevik səfsətələri ilə qarşınızdayıq. Və bacardığım qədər bu dostumuzun argumentlərinə cavab verəcəm. Və inanıram ki, sizlər üçün də maraqlıdır bu mövzular. Çünki adam TikTok sosial şəbəkəsində çıxır və terminləri sadalayır və əminəm ki, özü də terminlərin mənasını bilmir. Və insanlarda belə bir təəssürat yaranır ki, bu adam çox bilir, həddən ziyadə çox bilir və savadlıdır. Və mən istəyirəm ki, bu mövzuları birlikdə sizlərlə analiz eləyək və görək ki, həqiqətənmi bu adam bir şey bilir, yoxsa yox. Gəlin növbəti videoya baxaq. Ateist olan Çevikə və digərlərinə bu suallarım var. Deməli, burada səhv eləmirəmsə Elcandır bu dostumuzun adı. Bu aşağıda Çevik buna cavab verir. Və burada zəruri varlıq haqqında bir argument ünvanlayır Elcan. Adın ola bilər səhv deyirəm. Mən Elcan yadımda qalıb adı. İndi gəlin baxaq mövzuya. Kainat zəruridir, yoxsa mümkün varlıq? Əgər Çevik deyirsən ki, kainat mümkündürsə, yəni onda deməli yox da ola bilər. Əslində bu zəruri varlıq və mümkün varlıq argumentidir. Burada haqlı olaraq argument verir ki, əgər kainat mümkün varlıqsa, mümkün və vacib varlıq nədir? Bunu qısaca sizlər üçün qeyd edeyim. İbn Sina varlığı 3 yerə bölür. Zəruri varlıq, mümkün varlıq və qeyri-mümkün varlıq, yəni imkansız varlıq. Bunu nədir? Bunu çox qısa formada sizlər üçün bölüm. Zəruri varlıq odur ki, faiz nisbəti ilə deyəcəm sizə. Zəruri varlıq odur ki, onun var olmama ehtimalı yoxdur. Yəni varlığı 100%-dir, var olmama ehtimalı isə 0%-dir. Mümkün varlıq odur ki, o varlıq ola da bilər, olmaya da bilər. Yəni mümkündür bunun varlığı 50-nin 50-yə. Mümkün varlığın var olma ehtimalı 50%, var olmama ehtimalı isə 50%-dir. Və mümkün varlığın var olma və var olmama ehtimalları 50% olduğuna görə onun ortaya çıxması üçün mütləq bir səbəbə ehtiyac var. Yəni mümkün varlıq bir nəticədir. Qeyri-mümkün, yəni imkansız varlıq odur ki, onun var olma ehtimalı 0-dır, var olmama ehtimalı isə 100%-dir. Yəni bu varlığın var olması mümkün deyil. Burada da haqlı olaraq bu dostumuz sual edir ki, əgər kainat mümkündürsə, onda onun mütləq formada bir səbəb ehtiyacı var. Çünki mümkün varlığın var olma və var olmama ehtimalları bərabər olduğuna görə onu ortaya çıxardan bir səbəb mütləq ki olmalıdır. O zaman niyə var? Ya deyəcəksən səbəb yoxdur, bu məntiqdən qaçmaqdır. Mümkün varlığı özünü izah edə bilməz. Başqa mümkün varlıqlar da izahı tamamlamaz. Burada bir xırda nüansa toxunum. Burada bu dostumuz deyir ki, mümkün varlıq özünü izah eləyə bilməz. Əslində bu yanlışdır. Mümkün varlıq özünü izah eləyə bilər. Məsələn, insan mümkün varlıqdır və özünü izah eləyə bilir. Yəni izah qabiliyyəti var. Böyük ehtimal burada Elcan bəy nəyi nəzərdə tutur? Yəni demək istəyir ki, mümkün varlığın ortaya çıxmağı mümkün varlıqla izah oluna bilməz. Yəni həqiqətən də burada təsəlsül probleminə gedib çıxırıq. Bu öz yerində. Burada çox təfərrüatlara girmək istəmirəm. Həqiqətən də mümkün varlığın ortaya çıxmasını izah eləmək üçün mütləq formada vacib varlığa ehtiyac var. İzah ya zərurətdir, yanır, ya da ki, yoxdur. İzahı inkar etmirsənsə, deməli, zəruri varlıq qaçılmazdır. Ya da səbəb var, o səbəb zəruri olmalıdır. Əgər deyirsən ki, kainat zəruridirsə, onda mən soruşuram, bəs onu zəruri edən nədir? Kainat dəyişir, ona möhtacıdır. Nəticə eynidir, zəruri varlıq qaçılmazdır və biz bu zəruri varlığa Allah deyirik. Zəruri varlıq isə səbəbsiz dəyişməz və mütləq bir varlıqdır. Kainat isə dəyişkəndir, hərəkətdədir. Məntiq bunu tələb edir. İndi bura gəlməmişdən əvvəl argumenti təxmini başa düşdünüz. Yəni fəlsəfənin, məntiqin, əqlin bizə dediyi həqiqətən də budur. Yəni mümkün varlıqlar silsiləvi şəkildə sonsuza qədər gedə bilməz. Yəni bu mümkün deyil. Mütləq formada bir başlanğıc olmalıdır. Burada təsəlsül problemi çıxır ortaya. Əgər mümkün varlıqların sonsuza qədər getdiyindəsə, bu təsəlsül problemi nədir? Əgər başlanğıc hələ başlamayıbsa, yəni səbəb nəticə zənciri əzəli gedirsə, hələ başlamayıbsa, o zaman nəticə necə ortaya çıxıb? Yəni
kainatımız, dünyamız, biz necə var olmuşuq. Bu siz nəyə bənzəyir? Elə bil deyirəm ki, mən varam, amma mənim babam hələ doğulmayıb. Bunu ağıl qəbul edir ki, mənim babam doğulmadan mən var ola bilmərəm. Əvvəl mənim babam doğulmalıdır, sonra mənim atam doğulmalıdır, sonra isə mən doğulmalıyam. Əgər babam doğulmayıbsa, onda mənim də ortaya çıxmağım mümkün deyil. Gərək birinci babam doğulsun ki, sonra mən doğulum. Səbəb nəticədə təsəlsül problemi dediyimiz şey də eynən budur. Əvvəlcə bir başlanğıc olmalıdır ki, nəticə çıxsın ortaya. Əgər başlanğıc hələ yoxdursa, əzəli gedirsə, nəticə səbəb, nəticə səbəb, nəticə səbəb, əzəli gedirsə, deməli, burada nəticə ortaya çıxa bilməzdi və bu nəticə necə ortaya çıxdı? Sual budur. İndi görək Çevikin cavabı nədir? Azca əvvələ keçirdim və cavabına baxaq. Mütləq bir varlıqdır. Kainat isə dəyişkəndir, hərəkətdədir. Məntiq bunu tələb edir. Ancaq məsələ burasındadır ki, eyni məntiqlə və eyni tələblə mən birdən çox zəruri varlıq düzəldə bilərəm. Baxın, burada Sevik bəy deyir ki, məntiq bunu tələb edir. Haqlıdır, bəli. Məntiqin bizdən tələbi budur. Yəni, bunu qəbul eləmək məntiqən doğrudur. Amma burada Sevik bəy deyir ki, mən bu məntiqlə birdən çox zəruri varlıq yarada bilərəm. Və bunu tam səmimi deyirəm və tam səmimi soruşuram ki, bu formada birdən çox zəruri varlıq anlayışını necə formalaşdıra bilərsən? Və bunu Çevikdən soruşuram. Əgər cavab videosu çəksə bizim bu videomuza, mənim üçün doğrudan çox maraqlıdır, bunu necə formalaşdıra bilər? Əslində əqil bizə deyir ki, əslində birdən çox zəruri varlıq ola bilməz. Niyə görə? Çünki birdən çox zəruri varlıq olduğu halda, var olduğu halda burada dairə paradoksuna gedib giririk. Dairə paradoksu nədir? Təsəvvür edin, 4 dənə varlıq var və bu 4 varlığın əslində ortaya çıxmaları bir-birindən asılıdır. Bunlara deyək A, B, C və D varlıqları. 4 varlıqdan söhbət gedirik. Bu ona bənzəyir ki, sanki bu 4 varlıq qaçış zolağındadır. Bunu 4 yarışçı kimi təsəvvür edin. A yarışmacısına deyirlər ki, A atletinə deyirlər ki, B tərpənməsə, qaçmasa, sən də qaçma. B-yə deyirlər ki, C qaçmasa, sən də qaçma. C-yə deyirlər ki, D qaçmasa, sən də qaçma. D-yə də deyirlər ki, A qaçmasa, sən də qaçma. Bu zaman bunların 4'ü heç bir zaman hərəkət eləyə bilməz. Çünki bunların 4'ünün də hərəkəti bir-birindən asılıdır. Və bir-birindən asılı olduqları halda bunlar əsla hərəkət eləyə bilməzlər. Bunların hərəkəti mümkünsüzdür. Bunu biraz da bu cür misalla verim. Adətən deyirlər ki, onları kosmosun özü də əzəlidir. Əslində kosmos əzəli ola bilməz. Niyə görə əzəli ola bilməz? Baxın, təsəvvür edin, kosmosda var olan 3 təməl ünsürü götürək də. Məkan, maddə və enerji. Təsəvvür eləyək ki, bunlar əzəlidirlər. İndi burada problem harda çıxır ortaya, onu izah eləyəcəm. Bunların üçü də əzəlidir. Əslində enerji ilə maddə fizikada eyni şeydir. Sadəcə olaraq struktur olaraq istədim bir-birindən ayıraq. İndi burada bir dənə ciddi problem çıxır ortaya. Çevik ki, deyirəm, mən birdən çox zəruri varlıq yarada bilərəm. 5 dənə, 4 dənə bu arqumentdən yarada bilərəm. Əslində yaratmaq çox çətindir. Yarada bilsə şəxsən mənim özüm üçün çox maraqlıdır necə yaradacaq. Burada problem nədir? Bax, təsəvvür edin ki, məkanın ortaya çıxması üçün, məkanın formalaşması üçün mütləq formada enerjiyə ehtiyac var. Əgər enerji olmasa məkan ortaya çıxa bilmir. Yəni məkanın yaranması üçün bir enerji lazımdır. Bu qaçınılmazdır. Və burada bizi çıxılmaz nöqtəyə salan şey odur ki, enerjinin də fəaliyyət göstərməsi üçün mütləq məkana ehtiyac var. Həmçinin də maddənin fəaliyyətə başlaması üçün məkana ehtiyac var. Bu zaman bunlar bir-birindən asılı olurlar. Əgər məkan olmasa enerji olmur. Çünki enerjinin fəaliyyət göstərməsi üçün mütləq məkan lazımdır. Məkan da enerji olmadan ortaya çıxmır. Yəni enerji fəaliyyəti olmasa məkan yarana bilmir. Bu zaman ortaya sual çıxır ki, necə oldu bunlar formalaşdılar? Yəni biz bunların üçünə də əzəli deyə bilmərik. Çünki bunlar hamısı bir-birindən asılıdırlar. Əgər bunlara təkan verən başdakı bir substansiya olmasaydı, yəni zəruri varlıq dediyimiz şey olmasaydı, bunlar hər zaman sükunətdə qalacaqdılar. Bunlar heç vaxt formalaşa bilməzdilər. Çünki məkanın ortaya çıxması üçün mütləq enerji lazımdır. Enerji də məkan olmadan fəaliyyət göstərə bilmir. Mütləq məkan daxilində fəaliyyət göstərməlidir enerji. Ona görə də bunlar heç vaxt ortaya çıxa bilməzdilər. İndi Çevik ki, deyir, mən birdən çox zəruri varlıq çıxarda bilərəm bu məntiqlə. Mənim üçün maraqlıdır ki, bunu necə çıxardacaq? Əslində əqlən bu mümkün deyil. Növbəti iddialarına baxın. Hətta əmin olun eyni məntiq strukturu ilə
uçan atı da zəruri varlıq elan edə bilərəm. Digər Baxın, burada Çevik deyir ki, eyni strukturla, eyni məntiq qanunu ilə mən uçan atı da zəruri varlıq elan edə bilərəm. Burada çox ciddi, inanılmaz dərəcədə ciddi məntiq xətasına girir və zəruri varlıq dediyi şey əslində fəlsəfədə bunun o 3 kateqoriya dedim ha, zəruri, mümkün və imkansız, mümkün olmayan, qeyri-mümkün. O dediyi uçan at məsələsi var. Uçan atı deyir, zəruri varlıq çıxada bilərəm. Yox, uçan at əslində imkansızdır. Əgər zəruri varlıq konsepsiyasına deyilsə, bu gedir imkansız kateqoriyasına girir. Niyə görə? Burada çox ciddi məntiq xətasına girir. Təbii ki, qınamıram. Yəni bu anlayışları üstündən adlarını oxuyub keçib sadəcə və salam. Burada problem nədir? Bax, təsəvvür edin ki, biz deyirik ki, zəruri varlıq uçan, təkbuynuzlu bir atdır. Bu iddianı elədik. Burada problem nədir? 1. Uçan təkbuynuzlu at anlayışı, bir formaya sahibdir. Adı üstündə uçan təkbuynuzlu at. Bunun bir forması var. Forması olan hər bir şey mütləq formada məkandan asılıdır. Yəni forma varsa, forma məkan daxilində fəaliyyət göstərməlidir. Bu zaman ortaya sual çıxır. Əgər bir varlığın, məsələn, uçan qanadlı at anlayışı məkandan asılıdsa, o zaman necə zəruri varlıq olur? Əslində zəruri varlıq odur ki, hər şey ondan qaynaqlanmalıdır. Məkanda, zamanda, enerjidə, maddədə hər şey ondan qaynaqlanmalıdır. Halbuki uçan təkbuynuzlu at özü məkandan asılıdır. Məkan olmasa uçan təkbuynuzlu at ola bilməz. Mümkün deyil. Onun fəaliyyət göstərməsi üçün mütləq formada bir məkana ehtiyac var. O zaman bu necə zəruri varlıq ola bilər? Bax, uçan təkbuynuzlu at. Çevik deyir ki, mən bu məntiqlə bunu çıxarda bilərəm. Bunu necə çıxarda bilər Çevik? Buna bənzər bir debat məşhur fəlsəfəşünas var. Daha çox teoloqdur, xristian teoloq William Lane Craiglə Lewis Wolpert'dir, səhv eləmirəmsə. Onların arasında debat var. Və Wolpert eynən Çevikin dediyinə bənzər bir arqument verir. Deməli, William Lane Craig'ə deyir ki, biz niyə görə deyirik ki, Tanrıdır zəruri varlıq? Craig gətirir Wolpert'i və bir yerdə dirəşirlər ki, zəruri varlıq olmalıdır. Bu zaman Wolpert William Lane Craig'ə belə bir arqument irəli sürür ki, biz niyə görə deyirik ki, bu zəruri varlıq Tanrıdır? Bəlkə bu super bir kompüterdir. Zəruri varlıq dediyimiz şey. Bu zaman Craig sual verir. Deyir ki, kompüterin fəaliyyət göstərməsi üçün zamana ehtiyac var. Bunu necə həll edəcəyik? Wolpert deyir. Və Wolpert cavab verir ki, bu elə bir kompüterdir ki, bu zamandan asılı deyil. Craig yenidən sual verir. Deyir, kompüterin fəaliyyət göstərməsi üçün məkana ehtiyac var. Bunu necə həll edəcəyik? Wolpert deyir ki, bu o qədər mükəmməl bir kompüterdir ki, bu məkandan da asılı deyil, məkanın da fövqündədir. Craig bu cür suallar verir Wolpert'ə və Wolpert hər birində bu cür cavablar verir. O məkandan asılı deyil, zamandan asılı deyil, forması yoxdur və s. və s. Bu zaman Craig qayıdıb ona deyir ki, əslində sənin dediyin şey bizim dediyimiz Tanrıdır. Sadəcə olaraq sən ona Tanrı demirsən, kompüter deyirsən. İndi Çevikin də uçan təkbuynuzlu atı zəruri varlıq eləməsi üçün Tanrının bütün xüsusiyyətlərini verməlidir təkbuynuzlu ata və deməlidir ki, bu zəruri varlıqdır. Bu zamanda zəruri varlıq yenə də Tanrı olmuş olur. Uçan təkbuynuzlu at olmuş olmur. Sadəcə olaraq sən Tanrı adını götürürsən, yerinə qoyursan uçan təkbuynuzlu at. Əslində bütün varlığı yaradan, hər şeyin başlanğıcı olan uçan təkbuynuzlu at məntiqdə qeyri-mümkün varlıqdır. Yəni ola bilməz. Çünki onun fəaliyyət göstərməsi üçün mütləq formada məkan olmalıdır və hər şey yaradan varlıq məkandan asılı ola bilməz. Yəni substansiya özü məkandan asılı ola bilməz. Çünki məkanı da o yaratmalıdır, əgər hər şey yaradan varlıqdan danışırıq. Sən də ardına bax, hə? problem zərurətən zəruri elan elədiyiniz varlığın sadəcə sizin məntiq və zehninizdə olmasıdır. Çünki zehninizdə qurduğunuz və məntiqinizdə əsaslandırdığınız varlığın reala transferi zamanı istisnasız dəlil verməyiniz lazımdır. Burada deyir ki, bu zəruri varlığı siz sadəcə xəyalınızda formalaşdırmısınız, amma bunun reallığa transferi zamanı problem çıxır ortaya, yəni tətbiqi zamanı reallığa. Burada çox maraqlıdır ki, Çevik reallığa transfer zamanı deyəndə nəyi tələb edir? Zaten məntiq əql üzərində çalışır, yəni əqli arqumentlərdir və həqiqət dediyimiz şeylərdir. Bilirsiniz, məntiq
ümumiyyətlə bir çox yerdə böyük əksərən obyektiv işləyir və həqiqəti göstərir məntiq. Və bu ağıl üzərində işləyir. Yəni bunu zaten reallığa transfer edib müşahidə eləmək çox çətindir məntiqi arqumentləri. Məsələn, eyniyyət qanunu olsun, ziddiyyətsizlik qanunu olsun, üçüncü halın olmaması olsun. Bunlar əqli arqumentasiyalardır və məntiq əql üzərində çalışır. Vacib varlıqda, yəni zəruri varlıq, vacibəl vücud dediyimiz şey İbn Sina'dan gələn arqumentasiya ki var. Bu da zaten əqli arqumentdir. Yəni bunun reallığa transfer edəndə nəyə qəsd edirsən? Yəni zəruri varlığı gətirib göstərməliyik kimi. Bunu dünyada biz müşahidəmi eləməliyik ki, bu zəruri varlıqdır. Bunun empirik əsasları olmalıdır. Yəni bu real dünyaya transferi necədir? Əgər bunu ölçməkdən gedirsə söhbət, bunun özünü ölçə bilmərik, amma təsirini ölçə bilərik. Yəni necə ölçmək? Müşahidə eləyə bilərik təsirini və təsir də elə zəruri varlıq anlayışı bu müşahidədən ortaya çıxıb. Mümkün varlıqlar zincirinin ən başda bir zəruri başlanğıcı olmalıdır. Elə bu real həyatdan götürdüyümüz məntiq qanunudur ki, bunu tətbiq edirik və ağıl bizə deyir ki, bu olmalıdır. Bunu real həyata transfer edəndə müşahidəsini eləmək istəyirsənsə, bunu heç vaxt eləyə bilməyəsən və bunu istəməyin də absurddur. Ortada bir dəlil görə bilmirsiniz. Digər bir məsələ isə zəruri varlığa Allah deməyiniz İslamın Allah anlayışı ilə uyğunlaşmır. Çünki sizin zəruri dediyiniz varlıq metafizik substansiya olur. Əgər sizin zəruri varlığınız metafizik substansiyadırsa, o zaman siz ona şəxs özəllikləri yükləyə bilməzsiniz. Çünki şəxs özəllikləri iradəyə tabidir. Zərurətən yaratmış bir varlıq iradəli varlıq deyildir. Burada deyir ki, əslində sizin zəruri varlıq dediyiniz anlayış İslamın Allahı ola bilməz. Çünki siz o İslamın Allahına şəxs xüsusiyyətləri yükləmisiniz. Burada şəxs xüsusiyyətləri deyəndə yüklənilən şey nələrdir? Məsələn, İslamda, məsələn, Quran-ı Kərimdə Allahdan bəhs olunanda deyir ki, Allah sizi görür, Allah eşidəndir, Allah biləndir, Allah mərhəmət göstərəndir, Allah cəzalandırandır və s. və s. və ilə axır. Və çox təəssüflər olsun ki, tək Çevikin özü yox, bir çox şəxs bunu şəxs özəllikləri əlavə olunmuş bir varlıq kimi başa düşür. Əslində belə deyil. Quran-ı Kərimdə Allah haqqında gələn xüsusiyyətlər ki var, bunlar Allahın real xüsusiyyətləri deyil. Sadəcə və sadəcə bu xüsusiyyətlər bizə müəyyən şeyləri izah eləmək üçün verilir. Məsələn, Allah görəndir deyəndə, təbii ki, bizim qəsd elədiyimiz ya da Quran-ı Kərimin qəsd elədiyi odur ki, Allahın 2 gözü var və yaxud 5 gözü var, 10 gözü var, fərqi yoxdur və o gözlərlə görür. Yəni bizim kimi görür. Və yaxud Allah eşidəndir deyəndə, təbii ki, qəsd olunan bu deyil ki, Allahın qulaqları var və səs dalğalarını qəbul eləyir. Və yaxud Allah mərhəmətlidir deyəndə, təbii ki, qəsd olunan bu deyil ki, Allahın bir beyni var, bir qəlbi var və Allah bunun üzərindən bizə mərhəmət eləyir. Təbii ki, bunlar deyil. Sadəcə olaraq bunlar bizə izah eləmək üçün ortaya atılmış terminlərdir. Yəni bizim anlayacağımız terminlər. Bunu sizə necə başa salım? Təsəvvür eləyin ki, kağızın üzərində bir dənə X şəxsi çəkmisiniz, X insanı. Kağızın üzərində çəkilən şəkil 2 ölçülüdür. Yəni onun üçün sadəcə en və uzun var. En və uzun. Siz bu varlığa topu necə izah eləyə bilərsiniz ki, məsələn, top var. Həmin şəklin üstündə çəkilmiş bir varlıq ki var, X şəxsi ki var, ona topu necə izah eləyə bilərsiniz? Təbii ki, bir dənə dairə çəkərsiniz kağızın üzərində və ona deyərsiniz ki, top budur. Bəs əslində reallıqda top budurmu? Təbii ki, bu deyil. Siz niyə görə bəs bir dənə dairə çəkdiniz ona topu izah eləmək üçün? Ona görə çəkdiniz ki, siz 3 ölçüdəsiniz, sizin üçün həcm anlayışı var. O isə 2 ölçüdədir, onun üçün həcm anlayışı yoxdur, sadəcə en və uzun anlayışı var. Yəni ona topu izah eləmək üçün siz bir dairə çəkərsiniz. Çünki ona o 2 ölçülü varlıq olduğuna görə topu ona 2 ölçüdə izah eləməlisiniz. Tanrının da o xüsusiyyətləri eynən bu cürdür. Tanrı bizə nələrisə izah eləmək üçün, yəni başa düşməyimiz üçün bizdən misal verir. Amma bu o demək deyil ki, belədir. Necə ki, o X şəxsinə, vərəqin üstündə olan X şəxsinə
çəkdiyiniz dairə top deyil, sadəcə ona izah vermək üçündür. Eləcə də Tanrının xüsusiyyətləri həqiqətdə bu deyil. Yəni insan kimi görmür, insan kimi eşitmir Tanrı. Sadəcə bizim görmə və eşitmə xüsusiyyətlərimizə uyğun misal verib Allah bizə ki, bununla biz başa düşək. Və çox təəssüflər olsun ki, bunu bir çox insan anlaya bilmir. Yəni o Tanrıya siz şəxs özəllikləri əlavə eləmisiniz deyilir. Bu çox yanlışdır və qəbul olunmazdır. İkincisi deyir ki, Tanrı iradə ilə yaradır, zərurətən yaratmış varlıq iradə sahibi ola bilməz. Belə bir arqument verir. Tam anlaşılmır arqument. Yəqin çox güman o çevik elanlayır ki, zəruri varlıq deyəndə zərurətən yaratmış. Yəni bunun başqa bir variantı yox idi. Yaratmaqdan başqa bir variantı yox olmayan bir varlıq kimi başa düşür çox güman ki, zəruri varlığı. Zəruri varlıq bu deyil. Zəruri varlıq yəni mütləq var olan varlıqdır. Bunun olmama ehtimalı yoxdur. Yəni məcbur yaratmayıb o ki, deyək ki, bu iradə ilə ziddiyyət təşkil eləyir. Çox güman ki, burada da nələrisə qarışdırıb belə bir fikir irəli sürür. İkincisi, siz zəruri varlığa Allah dediyiniz zaman onu kısıtlamış olursunuz. Üçüncüsü, Burada deyir ki, ikincisi, siz zəruri varlığa zəruri varlıq dediyiniz anda, yəni Allaha zəruri varlıq dediyiniz anda onu məhdudlaşdırmış olursunuz. Niyə? Yəni illa da Allahı məhdudlaşdırmamaq üçün deməliyimi ki, Allah mümkün varlıqdır. Allah üç varlıqdan biri olmalıdır da. Ya vacib varlıqdır, yəni zəruri varlıq, ya mümkün varlıqdır, ya da mümkünsüz varlıqdır, qeyri-mümkün varlıqdır. Burada yəni zəruri varlıq deməklə Allahı niyə məhdudlaşdırırıq ki, kısıtlayırıq ki, çevikin dili ilə desək, kısıtlayırsınız deyir Allahı. Niyə kısıtlama kimi başa düşür ki bunu? Burada heç bir kısıtlama falan yoxdur. Yəni Allahı məhdudlaşdırmamaq üçün biz mütləq deməliyik ki, yox, Allahın da yaradanı var. Yəni bu absurd bir yanaşmadır, mənasız bir yanaşmadır. sizin zəruri varlığa Allah deməyiniz İslam konsepti ilə uyğunlaşmır. Çünki Quranın təqdim elədiyi Allah anlayışı sistemə fiziki müdaxilə edən, baldır olan, iki əl olan bir Allah anlayışıdır. Bildiyim qədərilə metafizik substansiyanın əli və ya baldırı olmur. Burada da deyir ki, İslam konsepsiyasında olan Allah anlayışından zəruri varlıq bir-birinə uyğun gəlmir. Səbəb kimi də bunu göstərir ki, zəruri varlığın əli ola bilməz, baldırı ola bilməz. Quran-ı Kərimdən ayələri götürür və çox təəssüflər olsun ki, adam insan heç mi bir dəfə baxmaz da, yəni maraqlanmazmı ki, bunun mənası nədir də. O baldır, o Quran ayəsindən deyir. Quranda ayə ki var, baldırlar açılan gün, axirətdən danışır və baldırlar açılan gün deyir. Bu əslində ərəb dilində bir termindir. Baldırın açılması, yəni eyiblərin aşkara çıxması kimi başa düşülür. Yəni insanların eyiblərinin çöldə qalacağı gün, hər bütün eyiblərin bilinəcəyi gün, yəni baldırlar açılacağı gün və ya baldır açılacağı gün həmin mənanı verir. Halbuki çevik gedir hansısa bir lokal məzhəbin fikrini götürüb gəlir ki, yox, burada Allahın baldırından gedir söhbət. Xeyr, bu ayədə qətiyyətlə deyirəm bunu ki, Allahın baldırından söhbət getmir. Burada sadəcə insanların etdiyi eyiblərin aşkara çıxmasından gedir və bu ərəbcə bir dənə termindir. Necə ki, bizdə terminlər var. Misal üçün, indi bəzi vulqar terminlər var. Bunları tam açıq demirəm. Məsələn, deyirlər, filan kəsin filan yeri çöldə qalıb. Misal üçün deyirəm, misaldır. Niyə görə deyirlər filan yeri çöldə qalıb? Çünki ona görə deyirlər ki, yəni bütün ayıbları bilinir adamın da. Yəni hər şeyi bilinir, məlumdur. Yəni Azərbaycan dilində də bu cür misallar var. Yəni o baldırın açılacağı gün deməkdir, eyiblərin aşkar olacağı gündür. Və yaxud Allahın deyir iki əli var. Burada əl deyəndə qəsd olunan Allahın gücü, qüdrəti, elmidir. Bunu yəni baxa bilər əslində. Əhl-i təfsirlərindən baxa bilər ki, buradakı izahlarda nə qəsd olunur, əl deyəndə qəsd olunan nədir? Təbii ki, bu cür bir maddi əldən getmir söhbət, təbii ki, bir formadan getmir söhbət. Burada əl deyəndə tam başqa şey anlaşılır. Və bu dostumuz da ümumiyyətlə buna görə Alman filosof var, Ludwig Wittgenstein. Wittgenstein'in yaxşı bir sözü var, deyir, teist də Allaha inananda haqlıdır, ateist də Allaha inanmayanda haqlıdır. Niyə görə? Çünki deyir, teistin inandığı Allah, onun o qəbul elədiyi Allahdır, zehnində olduğu Allahdır. Ateistin inkar elədiyi Allah isə onun öz zehnində olan Allahdır. İndi baxıram ki, həqiqətən də çevikin o ağlında olan Allah konsepsiyası var. O doğrudan var ola bilməz. Yəni o baxımdan biz çevikdən eyni nöqtəyə vururuq. Doğrudan da çevikin ağlında olan Allah'a biz də deyirik ki, bu Allah yoxdur. O efirlərində böyük hərflərlə yazır, Allah yoxdur. Bəli, o Allah yoxdur.
Çevikin o düşündüyü Allah var, ha ki baldırı var, əlləri var, ayaqları var. Nə bilim gəlir dünyaya barmağı ilə müdaxilə edir. Burada deyir sizin Allahınız kainata fiziki müdaxilə eləyir. Yəni gəlir barmağını vurur dünyaya qayıdır. Yəni bu Allah zaten yoxdur. Və Qurani-Kərim ayələrinə daha təfsilatlı baxsa, əslində İslamın Allahını daha düzgün başa düşə bilər və İslamın Allahı zəruri varlıq dediyimiz o varlıq ki var, onunla tamamilə eynidir və heç bir fərq yoxdur. Ki qaldı kainatın izahına, kainatın izahı burnunuzun dibindədir. Naturalizm. Bla 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 bla. Siz görmək istəmirsiniz və ya görə biləcək, araşdıra biləcək analitik fəlsəfə və elmi metodologiya bilginiz yetərli deyil. Bax, buradan deyirəm, Çevikə analitik fəlsəfə sözü öyrədən adama mən hər gün lənət oxuyuram da, yəni biləsiniz. Bu analitik fəlsəfə sözünü kim öyrətdi Çevikə? Çevik ümumiyyətlə analitik fəlsəfənin nə olduğunu bilirmi? Tərifini bilirmi? Yeri gəldi, gəlmədi analitik fəlsəfəni bilirsinizmi? Analitik fəlsəfəni bilmirəm. Bəlkə mənim ağzımdan eşidib analitik fəlsəfə sözü, həqiqətən bilmirəm. Ya Sərxandan eşidib, ya elmindən eşidib bilmirəm. Yeri gəldi, gəlmədi. Deyir, kainatın necə işlədiyini biz elmlə bilirik, amma sizin analitik fəlsəfəniz ora çatmır. Ay əzizim, ay canım gözüm, analitik fəlsəfənin buna nə aidiyyəti var? Bu science-ın mövzusudur, bu elmin mövzusudur. Niyə yeri gəldi, gəlmədi? Hər yerə analitik fəlsəfəni gətirib dürtürsən, hardan eşitmisən bilmirəm. Gətirib hər yerə dürtürsən. Buna nə ehtiyac var? Yenə də dostlar, özümə bir dənə Çin işgəncəsi verdim. Və Çevikin bir videosunda analiz elədik. Ümid eləyirəm ki, baxım görüm. Ümid eləyirəm ki, maraqlı oldu sizlər üçün də. Maksimum dərəcədə çalışacağam ki, bütün bu səfsətələrini Çevikin bir-bir video çəkərək sizlər üçün izah eləyim. Özünüzə yaxşı baxın, gələn görüşlərə dək.